Salam. Bugün kimya ikinci hissə dərslikdən 4.2 reaksiya sürətinin ölçülməsi mövzusunun suallarına baxaq. Öyrəntilərinizi tətbiq edin hissəsindəki suallardan başlayaq. Dəmirin duru xlorid turşusu ilə reaksiyasına ayrılan hidrogen qazının həcmi cədvəldə verildiyi çekilir. A bəndi. Dəmirin sərf olunma sürətini hansı vahid ilə ifadə etmək olar? Ümumiyyətlə reaksiyanı yazsaq, burada yazaq. Dəmir üstə gəl H xlor. Alınır dəmir xlor 2 üstə gəl H2. Burada dəmir bərk haldadır. Bərk halda olan maddəyə görə biz vahid yazsaq, qram böl dəqiqə yazmağımız daha düzgün olar. Miqdarına görə yəni. B bəndə hidrogenin əmələ gəlmə sürətini hansı vahidlə ifadə etmək olar? Hidrogen qazdır, ona görə də burada həcmi ilə kub santimetrlə verib. Bir dəqiqədən isə kub santimetr əmələ gəlirsə, vahid olaraq bundan istifadə edə bilərik. C bəndinə baxaq. 1, 2, 3, 4, 5 və 6-cı dəqiqələrdə reaksiya sürətini hesablayın. 1-dən görə 0-dan 1-ə gəldidə nə olub? 12 kub santimetr əmələ gəlib. Hər dəqiqəyə görə aparaq da biz. Burada ilə olacaq 12 kub santimetr böl dəqiqə. Sonra ikinci dəqiqədə baxın 12-20 arası. 12 idi 20-yə gəlib. Yəni 8 kub santimetr böl 1 dəqiqə. 3-də deməli 20 idi olub 26. 4 böl 1 dəqiqə. 4-də 26-dan 31-ə gəlib. 5 böl 1 dəqiqə. 5-ci-də 31-dən 34-ə gəlib. 3 böl 1 dəqiqə. 3 kub santimetr əmələ gəlib 1 dəqiqə ərzində. Sonra 6-nı da istəyir. 6-da isə deməli 34-dən 36-ya gəlib də 2 kub santimetr əmələ gəlib 1 dəqiqə ərzində. Belə ifadə edə bilərsiniz. Sonra D bəndində isə deyir ki, hansı zaman aralığında reaksiya daha sürətlə baş verir? Hansı zaman aralığında? Aydın məsələ biz bunu görürük də artıq. Mən burada düzmü yazmışım? 20-dən 26-ya. Deməli 1-də 12 əmələ gəlib. 8-i ən sürətli, daha sürətlə baş verən hansı oldu? Təbii ki, 0-1 aralığı olanda 12 daha orada sürət. Hansı zaman aralığı reaksiya daha sürətlə baş verir? 0-1 dəqiq arası. Belə yaza bilərsiniz. Reaksiyanın hidrogenə görə orta sürətini hesablayın. Biz baxırıq. Bu reaksiya artıq neçənci dəqiqədə dayanıb? Görürsünüz 6-da 36 kub santimetr, 7-də 8-də 36. Yəni bu artıq 6-cı dəqiqədə bu reaksiya bitib. 6 dəqiqə ərzində 36 kub santimetr hidrogen əmələ gəlib. Bu deyir 6 kub santimetr böl dəqiqə. Hansı zaman aralığında reaksiya sürəti onun sürəti ilə üst-üstə düşür? Yəni harada 6-dır. Burada 2-dən 3-ə keçəni mən səhv yazmışam. Bayaq buna fikir verirdim elə. Burada deməli 20-dən 26-ya gəlib. Nə olub? 6 olub da 6 santimetr əmələ gəlib. 4 niyə yazmışam mən bunu? Deməli, burada 3-də olacaq. Hansı zaman aralığında reaksiya sürəti orta sürəti düşür. 2, 3 dəqiq arası. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. 3-cü dəqiqədə yəni. Belə. Öyrəntilərinizi yoxlayın, sizə baxaq. Verilmiş reaksiyanı söz tənəli ifadə edin. Kalsiyum karbonat üstə gəl hidrogen xlorid alınır
kalsium, klorid, üstəgəl karbon qazı və yaxud da karbon 4 oksid, üstəgəl su. Bu bizim söz tənliyimiz. Reaksiyanın sürətini 5 yolla necə hesablamaq olar? Birinci yol. Sərf olunan kalsium karbonat miqdarına görə ikincisi sərf olunan H-xlor miqdarına görə üçüncüsü əmələ gələn və yaxud da əmələ gələn kalsium xlor 2 miqdarına görə dördüncüsü əmələ gələn CO2 həzminə görə burada suyu buxar şəklində yazırıqsa, buxar yazılsaydı ayağıma, orada da həcminə görə gedə bilərdik. Və yaza bilərik əmələ gələn H2O miqdarına görə. Bir də reaksiya sürətini 5 olan hesablamaq olar. Burada əvvəlinə yaza bilərsiniz 1 dəqiqədə. Onsuz da yəni sürəti hesablayanda 1 dəqiqəyə görə hesablayırıq da. 1 dəqiqədə sərf olunan kalsium karbonat miqdarına görə əvvəlinə belə yaza bilərsiniz. 1 dəqiqədə. Burada da 1 dəqiqədə. Sonra 1 dəqiqədə əmələ gələn kalsium xlor 2, bu birisində də 1 dəqiqədə əmələ gələn CO2, 5-cidə də 1 dəqiqədə əmələ gələn H2O miqdarına görə. Sonra ikinci sual. Dəmirin üzərinə deməli sulfat turşusu gəlmişik. Reaksiyada dəmirin sərf olunma sürətini hansı vahillə ifadə etmək olar? Cavabınızı əsaslandırın. Litr böl dəqiqə, kilometr böl saat, qram böl dəqiqə. Təbii ki, qram böl dəqiqə. Çünki dəmirin biz burada qramla miqdarını ifadə edə bilərik. Dəmir bərk maddədir. Onun həcminə baxmırıq burada. Qramla bərk maddə olduğu üçün yaza bilərsiniz. Bərk maddə olduğu üçün. Bir dəqiqədə sərf olunan miqdarına görə tapa bilərik. Bu qədər, sağ olun.